Salam. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda şəhidimizin məzarı başında Qaradağ rayonunun millət vəkili Aydın müəllim yanımızdadır. İstərdik ki, qəhrəman şəhidimiz Teymur barəsində də Aydın müəllim öz qəlbindən keçən sözləri səsləndirsin və biz izləyicilərimizə səsləndirsin. Buyurun Aydın. Məmnuniyyətlə, sağ olun. Bugün biz şəhidimizin, fəxrimizin, hər birimiz üçün əziz olan, xalq üçün dəyərli olan Teymur Yavuzoğlu'nun ad gününə, doğum gününə toplaşmışıq. Əlbəttə, şəhidə verilən hər bir dəyər bu bizim qəlbimizdən gələndir, bu bizim mənəvi borcumuzdur, bu bizim vətən üçün olan bir borcumuzun bir parçasıdır. Və şəhidlər öz canını bu xalqımız üçün qurban etdi. Torpaqlarımızı yağı düşməndən azad etmək üçün canlarını qurban verdilər. Və ona görə də biz daimi şəhidlərə borcluyuq və eyni zamanda şəhidlərin valideynlərinə, atalarına, analarına biz borcluyuq. Burada şəhid ataları var, şəhid anaları var. Hər birimizin qarşısında baş əyik. Siz cəmiyyət üçün doğrudan da dəyərli insanlarsınız. Siz xalqımızın ən böyük fəxri, fəxarəti olan evlatlar yetişdirmişsiniz. Ona görə də bir daha qarşınızda baş əyik. Şəhidimiz onun ruhu qarşısında baş əyirəm. Və məlumdur ki, Ali Başkomandan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunub. Bugün bayram tonqalları Qarabağımızda, Xankəndində, Şuşada, Xocalıda və bütün işğaldan azad olunmuş bölgələrimizdə bayram tonqalları alovlanır. Bu bizim hər birimizin istəyidir, hər birimizin arzusuydur. Və ən böyük arzu, istək isə şəhidlərimizin istəyidir. Ona görə hər biz o tonqalları yandırdıqca şəhidlərimizin ruhu şad olur. Allah şəhidlərimizə rəhmət eləsin. Və bundan sonra da biz daha böyük nailiyyətlər əldə edəcəyik. Ölkə prezidentinin rəhbərliyi ilə. Və hər bir nailiyyətlərimizi əldə etdikcə də şəhidlərimizə biz borçlu olduğumuzu bildirəcəyik, ruhları şad olsun. Bir daha Yavuz qardaşım, sizin simanızda bütün şəhid atalarının, bütün şəhid analarının qarşısında bir daha baş əyirəm. Var olun, Allah sizlərə can sağlığı versin. Bir daha var olun. Şəhidimiz Allah rəhmət eləsin. Və üzr istəyirəm, çox üzr istəyirəm. İndi əlbəttə bütün şəhidlərimiz, yenə deyirəm, dəyərlidir. Hər birinin bu vətən üçün, xalq üçün böyük xidmətləri var. Bundan böyük nə xidmət ola bilər ki, şəhidlik zirvəsinə yüksəlirlər. Bugün sadəcə olaraq Teymur Turanın anım günü olduğu üçün mən Teymurla da bağlı öz belə fikirlərimi bölüşmək istəyirəm. Və bu yaxınlarda biz bir neçə gün öncə Teymurun şəhidimizin şərəfinə tenis yarışı keçirildi. Orada deməli mən bir daha gördüm ki, bu belki o idmançıların, o idmanla məşğul olan gənclərimizin, məktəblilərimizin böyük vətənpərvərlik olduğunu mən gördüm. Bir daha var olsun. Eyni zamanda Teymur Turan deyirik biz. Çünki o öz adını, öz imzasını tarixə şəhidliklə bərabər həm də belə bir imza ilə yadigar qoydu bizlər üçün. Gənc yaşında çox böyük fəlsəfi düşüncələri, çox böyük həyat düşüncələri var və onun şeirlər kitabı var. O şeirlər kitabını oxuduqca, vərəqlədikcə bir gəncin nə qədər böyük bir, belə deyək ki, bax, bugünkü müasir gəncliyi özündə etibar edəcək böyük fəaliyyəti var. Yazılarından, düşüncələrindən, vətənpərvərliyindən və onun Azərbaycan şeiri var ki, o Azərbaycan şeiri bütövlükdə
belə deyək ki, bir gəncin öz vətəninə bağlılığının bir bariz nümunəsidir. Eyni zamanda bizim poeziyamızın böyük bir möhtəşəm bir obrazını yaradırdı. Bir daha biz belə gənclərimizi şagirdlərimizə təbliğ etməliyik. Onlar da oxuyurlar. O da və kitabında mən gördüm, şagirdlər məktəblərdə də oxuyur. Bir daha var olun, bir daha şəhidimizin ruhu şad olsun. Var olun. Aydın Davuz müəllim, qardaşlar, şəxsən mən sizə və bütün sizin simanızda şəhid ailələrinin, burada iştirak edirlər, şəhid atalarının qarşısında baş əyirəm bütün varlığını. Aydın müəllim, bir daha biz də kimliyindən asılı olmayaraq şəhidinə dəyər verən, qiymət verən hər bir şəxsə dərin təşəkkürümüzü bildirdik. Millət vəkili kimi hər zaman biz sizi şəhid abidələrində görürük. Və ən axırda biz Müzəffər Ali Başkomandanımızın sayəsində zəfər salmış ordumuzun, qələbə qazanmış xalqımızın adından Teymur qardaşımızın cənnətdə dəyişməyən mövcudunu təbrik edirik və Azərbaycan Respublikası şəhid əlləri və müharibə veteranlarında İctimai Birliyi sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektiv adından Aydın müəllimə təşəkkür edirik ki, bugünkü bu gündə şəhidimizi valideynlərini tək qoymadı, bir millət vəkili kimi ziyarətə gəlmişdi. Hal-hazırda ön cəbhədə bizi qoruyan ordumuz var. Başda Müzəffər Ali Başkomandanımız olmaqla bu soyuq havalarda Azərbaycan ərazi bütövlüyünü qoruyan ordumuza, zabitlərimizə, əskərlərimizə Allahdan can sağlığı diliyirik. Qazilərimizə Allah şəfa versin deyirik və cəmi şəhidlərimizin Allah məkanın cənnət məqamlarımızı etsin. Şəhidlər ölməz, vətən bölünməz. Bu yüzdən də Aydın müəllimimizin heç vaxt şəhidlərimizə rəhmət olsun, şəhidlərimizə salam olsun deyirik. Əlbəttə. Salam olsun şəhidlərimizə deyək. Çox sağ olun, əziyyət çəkdiniz bugünkü bu gün şəhid anaları, valideynləri var, qudataları orada. Hamımızın qarşısında baş əyirik, təşəkkür edirik ki, bugünkü bu gün Yavuz qardaşımızı, Teymur qardaşımızın cənnətdə dəyişməyən mövzuda tək qoymadı. Allah sizlərdən razı olsun. Allah hamımızın. Hamıya təşəkkür edirəm. Buyurun yavrum. Hamıya. Bütün burada şəhid ataları, şəhid anaları, hamıdan minnətdaram ki, bugünkü gündə bizi tək qoymadınız. Yəni biz belə ki, bu bizim əvvəl hətta bir-birimizi tanımadığımız insanlar bu 5 ildə bir-birinə bağlı, dost, qardaş oldu. Yəni bu şəhidlər bizi daha birləşdirdi. Teymurun bir sözü var ki, Qarabağ azad olandan, Azərbaycan xalqının ən böyük dərdi Qarabağdır. Qarabağ azad olandan sonra Qarabağın o millət birləşəcək. Yəni o şəhidlər milləti daha yaxın edəcək. Heç bir fikir ayrılıq olmayacaq insanlar arasında. Bir məqsəd olacaq ki, yəni bizim torpağımız azaddır və onun uğrunda şəhid olanlar insanları bir-birinə daha yaxın edəcək. Həqiqətən də Yavuz təşəkkür qardaş, edirəm sizə. o Teymur qardaşımızın o sözü həqiqətən də düzdür. Vətən müharibəsi dövründə Müzəffər Ali Başkomandanımızın qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan xalqın və ordunun sayəsində qazanılan qələbənin nəticəsidir ki, bax bu günlərim yenə o həmrəylik qorunur, birlik qorunur, saxlanılır. Düzdür, və qeyd elədiniz. Hətta mən vətən müharibəsindən sonra belə baxıram ki, bütün şəhid valideynləri bir-birinə doğma, bacı qardaş kimidirlər. Ayrılmaz bir. Hətta mən belə deyim ki, doğma qohumlarına bir o qədər gedib gəlmirlər ki, amma şəhid valideynləri bir-birinin qapısını açır, bir-birini ziyarət edirlər. Allah təala bu birliyimizi, bu mehribançılığımızı heç vaxt əlimizdən almasın. Allah bir daha cəm şəhidlərimizin məkanı cənnət məqamlarımızı etsin. Allah səbrinizi versin. Sağ olun. Bir daha təşəkkür edirəm hamıya.